bax diqqətin, 2 dənə şəhər nəzərdə tutsun. İkisində də hərəsində 100.000 əhali yaşayır. Bu birinci 100.000-də yaşayan əhalinin hamısı mütəfəkkir, filosof, professordur. Hamısı. İkinci şəhərdə ki 100.000-in hamısı adi insanlardır. Adi. Yəni elm adamı falan deyil, adi də. Sual. Mən birincisində mal çox sata bilərəm, ikincisində? Hə? İkincisində. Birincilər hamısı götür-qoy eləyirlər. Bunu alım, almayım. Bunun keyfiyyəti yaxşıdır, yaxşı deyil. Elə də satış olar. Satış o yerdə çoxdur ki, ani, düşüncəsiz, təfəkkürsüz qərarlar verilir. Onda satış çoxalır. 20-ci əsrdə iqtisadiyyat ona görə inkişaf elədi ki, heç kimə deməyin. İqtisadçılar bunu başa düşdülər, istehsalçılar ki, biz elə bir insan formalaşdırmalıyıq ki, onlar çox düşünməsin, ani. Alfred Whitehead'in sözü budur. 1947-də vəfat eləyib, bu ölmə ifadəsini böyüklərə ümumiyyətlə işlətməyə ehtiyac var. Ölmə nədir? Bir hörmətsiz. Vəfat eləyib də. 1947. Sivilizasiya düşünmədən etdiyimiz işlərlə inkişaf edir. Bəh.